Sabahınız xeyir olsun əziz dostlar. Bu gün sizə maraqlı bir məntiq sualı izah edəcəm. Bunu isə tapşırışımı verirəm. Nəzərdə çatdırım ki, ikisi də biraz qəliz suallardan biridir. Burada 25 ilə 18-dən 30 alır. 49 ilə 36-dan 84 alır. 16 ilə 15-dən 20 alır. 121 ilə 20-dən nə alacaq? Diqqətlə fikir verirsiniz. Bax, burada olan rəqəmlər hamısı kvadratlardır. 5-in kvadratı 7-nin 4-ün, bu da 11-in. Yəqin ki, bunları biz kök altına salıb çıxartmalıyıq. Bax, bu 25-i 5-in kvadratı 4 yazdım, bura 5. Düzdür. Mən gərək 5-i 6-ya vuram ki, 30 alınsın da məntiqlə fikirləşirsiniz. Ona görə bu 18-i də özümdən 3-ə bölürəm. Alıram 6, 5-i 6-ya vurdum, 30. Deməli, bunu kök altına saldım, 7. 36-ını da özümdən 3-ə bölürəm. Eləyir 12. 7-dən 12, 84. Yenə bunu kök altına saldım, 4. 15-i yenə özümdən 3-ə bölürəm, eləyir 5. 4 dənə 5, 20. 121, 11-in kvadratıdır. Yəni kök altına salında 11 çıxır. 27-ni də 3-ə böləndə 9. 11-i 9-a vurdum, 99. Bu sualı sizə tapşırıq verirəm. Cavabların kommentlərdə qeyd edərsiniz. Nəzərinizə çatdırım ki, biraz fikirləşməli olacaqsınız.